Esselamu Aleyküm izləyicilər. Bu videoda sizə qaf hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 21-ci hərfi qaf hərfidir. Bu hərf dilin kökündən ortasına doğru olan hissəsini yuxarı damağa toxundurmaqla tələffüz edilir. Azərbaycan dilində olan q səsinin oxşarı, qalın və kobud formasıdır. Səslənməsini nəzərə salaq. Qaf, qaf. Xatırladaq ki, bu hərf Azərbaycan dilində olan q hərfindən müəyyən qədər fərqlənir səslənməsində. Belə ki, bizim dilimizdə bu formada, yəni qaf şəklində səslənir. Ərəb dilində isə daha kobud formada və daha dərindən qaf, qaf, qaf şəklində tələffüz edilir. Ekranda qaf hərfinin müstəqil, yəni sərbəst kəlmənin əvvəlində, ortasında və sonunda yazış formasını görürsünüz. Struktur olaraq bundan öncə keçdiyimiz f hərfinə bənzəyir. Yazılışı fərqli olaraq üzərində bir yox, iki nöqtə qoyulub. Gəlin praktiki olaraq bu hərfi yazaq. İlk öncə müstəqil formasını yazmağa çalışaq. Deməli, bu formada yazırıq, iki nöqtə qoyuruq. Yenə ortadan qatlayırıq, soldan sağa doğru. F hərfində isə yəni bu aşağı düz gedib sonra qatlanırdı aşağıdan. Yəni qaf hərfində, yəni belə deyək, sərbəst forması, yəni f hərfinə nisbətdə daha hündürdür. Yəni biz bunu aşağıya doğru qatlayırıq, amma f hərfində yəni düz aparıb qatlayırdıq. Kəlmənin əvvəlində yazış forması eyni ilə f hərfində olduğu kimidir. Üzərində iki nöqtə qoyulur və soldan da çıxıntı var ki, yəni o da başqa hərfə birləşsin deyə. İki nöqtə qoyuruq. Kəlmənin ortasında isə hər iki tərəfdən çıxıntı qoymaqla yaza bilərsiniz. Çünki hər iki tərəfdən, yəni həm sağdan, həm soldan yəni müəyyən hərfə birləşsin deyə bir daha yazıram. Kəlmənin sonunda isə müstəqil formasına çıxıntı qoymaqla yazılır. Bir daha yazıram. Təbii ki, bu mouse'la yazıram deyə biraz qüsurlar da olur, nəzərə alasınız. Siz də bu hərfin müxtəlif yazı formalarını ən azı bir sətir yazaraq praktika edin. Çünki yazmaq zehində bunların daha yaxşı yadda saxlanmasına kömək olur Allahın izni ilə. Bu qədər. Esselamu Aleyküm.